Tangens alfa bərabərdir mənfi 3, 4 sinüs alfa minus 5 kosinüs alfa bölünsün 2 sinüs alfa plus kosinüs alfa ifadəsinin qiymətini tapın. Tangens alfa bərabərdir sinus alfa bölünsün kosinüs alfa. Gördüyümüz kimi tangensin məxrəcində nə var? Kosinüs alfa var. Onda kəsin sürət və məxrəcini biz kosinüs alfaya bölsək, tangens alfanı ala bilərik. Onda 4 sinus alfa bölünsün kosinüs alfa. Çıxılsın 5 kosinüs alfa bölünsün kosinüs alfa. Hamısını nəyə bölürük? Kosinüsə bölürük. 2 sinus alfa bölünsün kosinüs alfa. Üstə gəlsin kosinüs alfa bölünsün kosinüs alfa. Bərabərdir. 4 sinus alfanı kosinüs alfaya böləndə eləcə 4 tangens alfa. Çıxılsın kosinüs alfanı kosinüs alfaya bölsək 5. 2 sinüs alfanı kosinüs alfaya bölsək 2 tangens alfa. Kosinüs alfanı kosinüs alfaya da böləndə edəcək 1. Tangensin əvvəlki qiyməti, verilmiş qiyməti gətirib yerinə yazsaq, 4 vurulsun mənfi 3, çıxılsın 5, bölünsün 2 vurulsun mənfi 3, üstə gəlinsin 1. 4'ü mənfi 3'e vuranda mənfi 12, mənfi 12'den 5 çıxdıq elədi mənfi 17. 2'ni mənfi 3'e vuranda mənfi 6, üstünə 1 gəlsə elədi mənfi 5. Mənfini aparacaq, qalacaq 5'də 17. 5'də 17 deyiləcək 3 tam 5'də 2. Bu da bərabərdir 3 tam olur, kəsilə çevirsək 3 tam onda 4.